Ve bir de bu şiirin özelliği nedir? Ardıcıl yazılır. 27'si günü şehit olanın birinci yazılır. Evet. 28'i ikinci yazılır. Yani gün ve gün ardıcıl yazılır. Da o ki o şehitlerin adları veya soyadları birisi de biri hecalara bölünür. Yani o ardıcıl olarak yazılırdı. Qanlarıyla yeni tarix yazdılar. Ağcabədi vətən şəhidlərimiz. Düşmənin planını tamam pozdular. Ağcabədi vətən şəhidlərimiz. Bütün şəhidlərim mənim fəxrimdir. Polatlıdan Əmrah vuran qəlbimdir. Toğrul, Sənan, Rövşən qürur yerimdir. Ağcabədi vətən şəhidlərimiz. Gülalı, Mirağa mənim göz yaşım, Cəmaləddin Xəzər doğma qardaşım, anasız həyatla necə barışım? Ağcabədi vətən şəhidlərimiz. İskəndərov Fərid məsum şəhidim, 14 yaşlı şəhidimizdir. Bəli, evində olmuşam, çəkiliş yaparmışam. İskəndərov Fərid məsum şəhidim, Hafiz Murad Qorxu Bilməz igidim, Salmanov Tariyer şəhid həkimim, Ağcabədi vətən şəhidlərimiz. Bəli. Azad Əli düşməni qorxuya saldı, Sarcalı Ceyhun qəlblərdə qaldı. Yəni Ceyhun, 3 Ceyhun var ki, mən ona görə kəndin adını yazmışam, mən soyadını yazıram ki, bilinsin. Azad Əli düşməni qorxuya saldı, Sarcalı Ceyhun qəlblərdə qaldı, Məkan Bozqurd, Qartal ləqəbini aldı, Ağcabədi vətən şəhidlərimiz. İntiqam vətən üçün canından keçdi, qisas almağına xəyal and içdi, Hüseynov Ceyhun da cihadı seçdi, Ağcabədi vətən şəhidlərimiz. Fərid Fərəcov da eldə ucaldı, Təhmasib öncədən qisasını aldı, Şirnalı qəlbimdə dərin iz saldı, Ağcabədi vətən şəhidlərimiz. Tanış olun tankçı dəyanətimlə, Süleymanov Həsən fəxarətimlə, Məmmədov Ceyhunun sücayəti ilə, Ağcabədi vətən şəhidlərimiz. Naim də anasını təbrik eylədi. Naim anasına deyir ki, ad günündə mütləq gələcəm. Anasının ad günündə bayrağa bürünmüş yəni tabutu gəlir. O nöqteyi nəzərdən mən qeyd eləmirəm ki, Naim də anasını təbrik eylədi. Ad günün mübarək. Şəhid öz anası günü tabut gəlir. Ayın 30'u baxandığın il. Anasının ad günüdür özündə. Naim də anasını təbrik eylədi. Ad günün mübarək. Ana söylədi. Mirəli məhəbbət cihad eylədi. Ağcabədi vətən şəhidlərimiz. Bəli. Məmmədov sahilim ürəyimdəsən. Məhəmməd Elsəvər Quliyev Həsən. Tanrım vəd etdiyi cənnətindəsən. Ağcabədi vətən şəhidlərimiz. Fəryad Nurlan Vüsal mənim canımdır. Abuşov Əmrahım axan qanımdır. Mikailli Samir şah damarımdır. Ağcabədi vətən şəhidlərimiz. Hüseynov sahilim Rəhimli Ömər. Atayev Tariyer Behişdə gəzər. Qəhrəman şəhidim Əliyev Azər. Ağcabədi vətən şəhidlərimiz. Asimlə Elmirə dastan yazacağam. Vilayət Elşənə nəğmə qoşacağam. Eminlə cənnətdən məşhur olacağam. Ağcabədi vətən şəhidlərimiz. Allah hamısını ruhu şad eləsin. Allah səbrinizi versin. Mən eynəyim olmadığına görə bu 200 şeirin içindən tapmaq belə çətin oldu. Ceyhunun özünə yazdığım şeiri tapa bilmədim. Amma da kəndə qəhrəmanlarına bir də atasına yazdığım şeiri dedim. Çox sağ olun. Allah hamısını ruhu şad eləsin. Çox sağ olun. Təşəkkür edirəm. Minnətdaram sizdən. Allah sizdən razı olsun gəldiyiniz üçün. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bununla da çəkilişimi sonlandırıram. Canlımı yox, çəkilişimi sonlandırıram və zəhmət olmasa maksimum paylaşım və şəhidimizin medalları ilə sizi tanış edəcəm. Biz bu qədər zəif deyildik. Normal bizim canlımızda 14-15 nəfər olur. Belə canlıda şəhidin evində 5-6 nəfərlə canlı keçirmək olmur. Biz özümüzə yox, şəhidimiz üçün canlıya yığışaq. Şəhidlərimizi tanıyaq, tanıqdıraq. Bununla da çəkilişimizi sonlandırıram, canlımı yox.